Natrium hidroksidin M qram 10% məhlulu ilə M2 qram X faizli məhlulu qarışdırıldı. 12% məhlul alınmışdır. M bölü M2 nisbəti 4 olarsa X-i tapın deyir. Belə bir diaqonal üsulu yazsaq, məsələn, M1 qram 10% məhlulla M2 qram X faizli məhlul qarışdırılıb almalıdır 12% məhlul. Burada diaqonal üzrə böyükdən kiçiyini çıxırıq. Burada 12 böyükdürsə, deməli X 12-dən böyük olmalı. Bura 2 fərqdir. Bura yazacağım X çıxılsın 12 fərq. Çünki böyükdən kiçiyin 10-dan 12 böyük olduğunu avtomatik X 12-dən nə olacaq? Böyük olacaq. Buradan da bu nisbət, yəni deməli bizə verib M1 bölünsün M2 nisbətini 4 verdiyinə görə bu nisbət, yəni X çıxılsın 12 bölünsün 2 bərabərdir 4-ə. Buradan da X çıxılsın 12 bərabərdir 8-ə, X da bərabərdir 20-yə. Deməli X-imiz oldu 20%.